Məktəblərin birində xoşagəlməz hadisə baş verib. Deməli, hadisənin hansı məktəbdə baş verdiyini deyəcəm. Deməli, məlumatın məğzi budur ki, pulu itən müəllim şagirdin çantasını yoxlayıb. Bunu eşidən valideyn etiraz edib və məktəbə gələrək öz etirazını bildirib. Bu isə ciddi narazılığa səbəb olub bu hal. Nəticə olaraq müəllim cəzalandırılıb. Bu isə Azərbaycanda məncə ilk belə hadisədir ki, belə bir hadisə, oxşar hadisə baş verir və nəticədə müəllim cəzalandırılır. Deməli, Salyanda məktəblərin birində pulu itən müəllimin şagirdin çantasını yoxlaması barədə məlumat yayılıb. Məsələ ilə bağlı Şirvan Salyan Regional Təhsil İdarəsi açıqlama yayıb. Bildirilib ki, xoşagəlməz hadisə Salyan şəhər Əlağa Kürçaylı adına 7 nömrəli texniki və təbiət fənləri təmayüllü liseydə kimya müəllimi ilə 10-cu sinif şagirdi arasında baş verib. Qeyd olunub ki, müəllim çantasında olan pul vəsaitinin şagird tərəfindən götürüldüyünü ehtimal edərək onun pul qabısını yoxlayıb. Bundan xəbər tutan valideyn məktəbə gələrək etirazını bildirib. Bundan sonra təhsil müəssisəsinin rəhbərliyi tərəflərlə söhbət aparıb. Bu cür halların birgə müzakirələrlə aradan qaldırılmasının vacibliyini diqqətə çatdırıb. Təhsil verənlərin etik davranış qaydalarını pozduğuna, dərs prosesində buraxdığı nöqsana görə Məktəbin Pedaqoji Şurasının 28-ci 10-cu ay 2025-ci il tarixində keçirilən iclasının qərarı əsasında müəllim barəsində intizam tənbih tədbiri görülüb deyə açıqlamada bildirilir.